Ölkəmizdə hər il qeyd olunan 5 Mart Bədən Tərbiyəsi və İdman Günü təkcə peşəkar idmançılar üçün deyil, həm də gələcəyimiz olan uşaqlar üçün xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə texnologiya asılılığı uşaqları getdikcə daha hərəkətsiz həyata yönləndirir. Ancaq bu idman zalında mənzərə fərqlidir. Burada eşidilən səs-küy həm də sağlam həyatın səsidir. Bəs görəsən gələcəyin sağlam nəsli idman dərslərini necə qiymətləndirir? Yüngül atletika ilə məşğul oluram. Yüngül atletika bütün bədən işləyir, bütün bədən proqres eləyir və ona görə mən o idmanı çox sevirəm. Bəs digər dərslərlə məşğul olmağınıza mane olurmu bu idman növü? Xeyr, nabarot mən öz üzərimdə işləyirəm və dərs və həm idman üzərində işləyirəm ki, dərslərdən geri qalmayım. Şahmat mənim ən sevdiyim idman növlərindən biridir. 5 yaşımdan bəri məşğul oluram, indi 10 yaşım var. 5 ildir şahmatla yarışlara qatılıram, Bakı birinciliklərinə, openlara qatılıram. İdman dərsində bədənimizi isidirik, hərəkətlər edirik, qollarımız inkişaf edir, ayaqları qaçırıq, ayaqlarımız inkişaf edir. Gündə ən azı 2 saat, 1 saat idmanla məşğul oluram. 10 aydır ki, mən judo ilə məşğul oluram. Mən 12 yaşımdan başlamışam judoya. Cudonu çox sevirəm. İdman məncə çox uşaq üçün xeyirdir, bədənimizi inkişaf eləməyinə görə. İdman fənni ilə məşğul olmaq, bədən tərbiyəsi ilə məşğul olmaq səni digər fənlərlə məşğul olmağa maneçilik törədir yoxsa yox? Xeyr, törətmir. Şagirdlərin bu enerjisi də əslində bir mesajdır. Onların gündə ən azı 1-2 saat fiziki fəaliyyətlə məşğul olması onların immun sistemini gücləndirir və eyni zamanda dərsdə qavrama qabiliyyətlərini də artırır. Bəs bu prosesi düzgün idarə edən pedaqoqlar bu barədə nə düşünürlər? Bədən tərbiyə dərsi gənclərimizin, uşaqlarımızın sağlam yetişdirməsi üçün vacibdir. Məktəbimizdə çoxlu idmanı sevən şagirdlərimiz var, idmanla məşğul olan uşaqlarımız var. Nailiyyətlərimiz yaxşıdır. Gələcəyimizin olimpiya idmançılarımızı biz yetişdiririk, məktəb yetişdirir. Dərsimizi razminka ilə başlayırıq. Əsas hissələrdə isə voleybol, gimnastika, indi bizim dərslərimizdə gimnastika dərsləri gedir. Dərsin axırında da uşaqlara sakitləşdirici hərəkətlər veririk ki, başqa dərslərə hazır sakit gedib o birisi dərsləri keçə bilsinlər. Bu zalda uşaqların hər bir hərəkəti peşəkar nəzarət altındadır. Müəllimlər deyirlər ki, bədən tərbiyəsi dərsi təkcə zələləri deyil, intizamı, iradəni və özünə inamı da formalaşdırır. Fiziki aktivlik uşaqların həm sağlam böyüməsinə, həm də dərslərdə diqqət və qavrama qabiliyyətinin artmasına təsir göstərir. Təhsil ekspertləri də vurğulayırlar ki, indiki dövrdə idman dərsi xüsusilə vacibdir və ona boş dərs kimi baxılmamalıdır. Bu, başqa fənlə əvəz olunacaq dərs deyil. Əksinə, uşaqların sağlam gələcəyi üçün qorunmalı və daha da inkişaf etdirilməlidir.